Salam əziz izləyicilər. Bugün sizə məlumatlandırıcı bir post paylaşmaq qərarına gəlmişəm və hər birinizə uzun olsa belə sona dək dinləməyi məsləhət görürəm. Belə ki, son zamanlar 40 yaş altı xanımlar sosial şəbəkədə məlumat çoxluğundan dolayı ilkin olaraq süd vəzi patologiyalarında hansı müayinəyə müraciət etmələri ilə bağlı qeyri-qərarsız qalırlar. Mammografiya müayinəsi yoxsa ultrasəs müayinə seçim qarşısında qaldıqda hansına ilkin müraciət etmələrini bilmirlər. İlk öncə onu qeyd edim ki, mammografiya müayinəsi 40 yaş altı pasientlərə məsləhət görülmür, yəni 40 yaş üzəri məsləhət görülən müayinədir. Avropa ölkələrinin bəzilərində isə bu, hətta 50 yaş üzəri məsləhət görülən bir müayinədir. Nəyə görə bu belə 40 yaş altı xanımlara məsləhət görülmür? Çünki 40 yaş altı xanımlarda hormonların təsiri nəticəsində süd vəzi toxuması daha çox fibroglandulyar tipdə, yəni vəz toxumasının, sıx vəz toxumasının üstünlüyü ilə gedir. Sıx süd vəzi olur. Süd vəzi də əsasən vəz toxuması üstünlük təşkil edir. Və mammografiya müayinəsində rentgen şüalarından istifadə olunur. Həmin rentgen şüaların təsiri nəticəsində bu sıx vəz toxuması özü mammografiya müayinəsinin nəticəsində ağ rəngli, yəni özünü göstərir. Ağ rəng kimi görsənir. Pi toxuması isə rentgen şüasının təsiri altında nisbətən tünd rəngli görsənir. Və təəssüflə qeyd edim ki, süd vəzi xərçəngində pi toxuması mövcud deyil. Xərçənginə xas düyünlərdə, tərkibində pi toxuması olmur və əgər süd vəzində olan hər hansı bir düyün pi toxuması tərkibdə ifadə olunubsa, deməli burada süd vəzinin xoşxəssəli törəmələrindən söhbət gedir. Bunlar çox sayılıdır: lipomalar, hamartomalar və başqa süd vəzinin xoşxəssəli düyünləri. Süd vəzinin bədxəssəli düyünləri isə, düyünlərinin sıxlığı isə süd vəzində vəz toxumasının sıxlığı ilə eyni bərabərlikdə olur. Ona görə həmin düyünlərdə mammografiya müayinəsi zamanı rentgen şüaların təsirində eyni ilə süd vəzidə olan vəz toxuması kimi ağ rəngdə görsənəcək və ağ bir şəklin içərisində hər hansı bir ağ görsənən əlavəni seçmək təbii ki, böyük çətinlik törədir. Buna görə də 40 yaş altı xanımlara süd vəzi xərçənginin məhz diaqnostikası üçün mammografiya müayinəsi məsləhət görülmür. Bəli, mammografiya müayinəsi özünü mikrokalsinatlarla ifadə edən süd vəzi xərçənginin ən erkən dönəmi hesab olunan mikrokalsinatlarla ifadə edən formalarında mammografiya müayinəsi əvəzsiz müayinə metodudur. Lakin onu da nəzərimizdə saxlamalıyıq ki, bütün süd vəzi xərçəngi ilkin mərhələdə özünü mikrokalsinatlar kimi göstərmir. Buna görə də 40 yaş altı xanımlarda əgər süd vəzi xərçəngi ilə bağlı yüksək risk qrupuna daxildirlərsə və yaxud da hər hansı bir şübhələri varsa və heç bir şübhəsi yoxdursa da belə, heç bir əlamət bəzi hallarda, əksər hallarda olmur, gec mərhələlərdə olur süd vəzi xərçəngində, əlamət yoxdursa da belə 40 yaş altı xanımlarda profilaktik məqsədlə ilkin olaraq ultrasəs müayinədən keçmələrini tövsiyə edirik. Əziz xanımlar, onu da qeyd edim ki, süd vəzi patologiyalarında istər mammografiya müayinəsi, istər ultrasəs müayinə, istər biopsiyalar və MRT müayinəsi, kontrastlı süd vəzlərinin maqnit rezonans tomoqramma müayinəsi heç bir halda bir-birini əvəz edən müayinələr deyildir. Bu müayinələr bir-birini tamamlayan müayinədir. Lakin əgər siz 30-40 yaş arasındasınızsa, bu hallarda ilkin müraciətiniz mütləq şəkildə ultrasəs müayinəyə olmalıdır və ultrasəs müayinədən sonra sizi kliniksiz həkiminiz, müalicə edən həkiminiz və yaxud da sizi müayinə edən radioloq digər müayinəyə yönləndirəcək. Unutmayaq ki, süd vəzi xərçəngi erkən dövrdə aşkarlananda tam müalicə olunan xərçəng növlərinə daxildir və bütün patologiyalarda məhz erkən diaqnostika həyat qurtarır. Əziz xanımlar, öz sağlamlığınıza biganə qalmayın. Sağlam olaq.